Məsəl üçün, IT sahəsində işləyən bir insan oturur evdə çətin bir məsələni həll eləyir, mən bunu elədim. Amma bunu apar iqtisadiyyatda işləyən adama göstər, o baxır ki, bu nədir belə, mənə lazım deyil. Faktiki olaraq mən birinci dəfə smartfonun nə üçün istifadə edirdimsə, indi onun üçün istifadə edirəm. Ən çox baş verən, ola bilsin ki, yeni bir şey ancaq süni intellektdir. Qalan məsələlər yəni standart. Demək olar ki, hələ öz istifadə elədiyimiz telefonun bütün imkanlarından xəbərimiz yoxdur. Bəli, təbii. ChatGPT-nin məsəl üçün plus variantında müəyyən miqdar pul ödənilir. O tokenlər bəs eləmir o suallara cavab. Ona görə də ChatGPT-yə elə bir alqoritm qoyulub ki, o səni allatsın, fırlatsın və axıra gəlib çıxmasın. Gələn il bir çox süni intellektlə bağlı olan firmalar bağlanılacaq. Onlar yəni bu rəqabətə dözməyəcəklər. Çünki nə qədər şəkil, video və düzəldən bir applicationlar lazımdır bu bazara. Və artıq zaman gəldi ki, insan qiymətə mindi. Müəyyən zaman var idi ki, insanlara ümumiyyətlə dəyər verilmirdi. İndi artıq yəni qohum, nə bilim, nə işləməyəcək. Müəyyən suallar var ki, onlar üçün doğrudan da ağıllı adamlara ehtiyac olacaq. Və hətta hər application-ı yükləyəndə icazəsini alırlar ki, olarmı sizin səs dinləməniz və yaxud qaleriyaya girək, baxaq şəkillərə. Mən əvvəl onu başa düşdüm, indi anlayıram. Yəni fərq eləmir. Siz yox desəz də onlar yəni istifadə eləyəcəklər ümumiyyətcən. Yəni bu artıq bizim zamanın, biz artıq telefonla özümüzü tam idarəçiliyə vermişik. Bizi tam idarə eləmək mümkündür. Hər vaxtınız xeyir olsun. Bugünkü podkastımızda Almaniyadan qonağımız var. Təsadüf eləyir bu podkast bizim 31 dekabr ərəfəsinə, hansı ki, Dünya Azərbaycanlıların Həmrəylik günüdür. Elə bu mövzuda həm faydalı, həm də ki, xaricdə yaşayan bir Azərbaycanlı ekspertin fikrini öyrənəcəyik. Öz sahəsində təbii ki. Söhbət Elşən Musayevdən gedir. Almaniyada yaşayan həm yerlimiz, innovasiyalar üzrə ekspert Elşən Musayev, xoş gəlmisiniz bizim yayımımıza. Çox sağ olun Elnura xanım, dəvətə görə təşəkkür edirəm. Yəni bizim podkastda biz neçə vaxtı sizlə danışırdıq bu intervyunu, yəni bu görüşü təşkil eləməklə bağlı və mən hesab edirəm ki, bugünkü görüşümüz sizdən çox maraqlı olacaq. Və sizin sualları gözləyirəm. Məncə də çox maraqlı olacaq. Bəli. Elə sizi təqdim elədik innovasiyalar üzrə ekspert kimi. İlk sualım ondan ibarət olacaq ki, innovasiyalar deyəndə hansı innovasiyalar nəzərdə tutulur? Yaxşı sualdır, çox yaxşı sualdır. Bugün çox adam innovasiyadan danışır. Yəni innovasiyalar dedikdə ümumiyyətlə yeni texnologiyalar və bu texnologiyalar insanların həyatını rahatlaşdırmalıdır, daha yaxşı nəticələr göstərmək üçün tətbiq olunmalıdır. Pandemiya zamanında mən Azərbaycanda Azərişıq ASC ilə əməkdaşlıq çərçivəsində 3D mobil xəritə sistemini tətbiq eləyəndə, yəni orada qıraqdan söz gəlir ki, 3D mobil xəritə nədir? Yəqin 3D formatda olan bir nədirsə, amma bu belə deyil də. Burada yəni ki, avadanlıq, çəkilişlər, data, xüsusi proqram təminatları, serverlərin yaradılması və bütün bu dataların bir yerdə yığışdırılıb və üzərinə infrastrukturun yığılması və onun üzərindən işlərin optimallaşdırılması məsələsi gedirdi. Bugün dünyada çox maraqlı bir tendensiya var. Texnologiyaları təşkil edən insanlar elə bir paralel yaşayırlar. İqtisadiyyatda işləyənlər paralel. Yəni bunların bir-birindən xəbəri olmur. Və əslində əlaqəlidir. Təbii ki, əlaqəlidir. Əsas məsələ nədir? Məsəl üçün, IT sahəsində işləyən bir insan oturur evdə çətin bir məsələni həll eləyir, mən bunu elədim. Amma bunu apar iqtisadiyyatda işləyən adama göstər, o baxır ki, bu nədir belə, mənə lazım deyil. Yəni çünki texnologiyanı eləyən insan nəyisə dəyişmək üçün eləmir, bu öz beynindəki olan fikirlərini eləyir. Mən Almaniyada Apple şirkəti ilə biz əməkdaşlıq elirdik təhsil barəsində. Mən danışıram bir 8 il bundan qabaq olan məsələni və onların xüsusi daxili prezentasiyası var idi. Mən orada prezentasiya vaxtı gördüm ki, telefonun içində elə funksiyalar var ki, mən onu istifadə eləmirəm. Və mən soruşdum onlardan ki, yaxşı siz bunu hər dəfə update eləyirsiniz, yəni yeniləyirsiniz və siz niyə bunun haqqında cəmaata informasiya vermirsiniz? Dedilər ki, bizim vaxtımız yox. Faktiki olaraq deyir, bizdə mübarizə gedir Androidlə, o vaxt Samsungla idi. Biz yəni bunların hamısını eləyirik, amma yəni onu istifadə olunur-olunmur, yəni bunlar qalır ikinci dərəcəli məsələ. Faktiki olaraq mən birinci dəfə smartfonun nə üçün istifadə edirdimsə, indi onun üçün istifadə edirəm. Ən çox baş verən, ola bilsin ki, yeni bir şey ancaq süni intellektdir.
Qalan məsələlər yəni Demək, üzr standart. istəyirəm, demək olar ki, hələ bir öz istifadə elədiyimiz telefonun bütün imkanlarından xəbərimiz yoxdur. Bəli, bəli, təbii. Xəbər yoxdur. Mən hələ smartfonlar çıxmamışdı. 2000-ci illərin axırına yaxın, 10-cu ilin axırına yaxın 2007-2008-də mən Dünya Bankı ilə çalışanda layihədə biz biznes inkubatorlardan danışırdıq və o vaxt artıq deyirdik ki, heç biz startap yaratmaq üçün ofis lazım deyil və telefon bunu həll edə bilər. O vaxt hələ smartfon deyildi, o digər telefonlarda məsəl üçün e-mail var idi, telefon zəngi gəlirdi, mesaj gəlirdi, WhatsApp yox idi. Belə bir instrumentdə biz Skype-dan istifadə edirdik o vaxt. Yəni bugünkü gün smartfon deyəndə çox adam heç dərinə getmir ki, bu ağıllı telefon deməkdir. Yəni bu telefon bizim üçün pul qazandıran bir qurğudur. Əgər biz onu düzgün istifadə edəcəyiksə. Dediniz ki, siz AI hub yaratmısınız. Hansı ki, Azərbaycan startaplarını Avropa bazarlarına çıxarda bilər. Biraz bu haqda danışa bilərsiniz? Təbii ki, təşəkkür edirəm suala görə. AI Hub Azərbaycan, biz LinkedIn platforması üzərindən artıq 5-6 aydır bu platformanı yaratmışıq. Onun içərisində müxtəlif informasiyalar qoyulur və bu startap ekosistemidir, AI ekosistemidir. Bir neçə gün bundan öncə Cənab Prezident İlham Əliyevin imzaladığı rəqəmsallaşma strategiyası 2026-2029-cu illəri əhatə eləyən faktiki olaraq bizim gördüyümüz işlə üst-üstə düşür. Və orada 300 startapa qədər yaradılması və heç olmasa 3 ildən sonra bir startapın unicorn sisteminə yaxınlaşması, yəni ki, o 1 milyard olmasa 500 milyon və yaxud da 300 milyon dəyərində olması, bütün bunlar hamısı ümumiyyətlə onu göstərir ki, Azərbaycan rəqəmsallaşmaya doğru irəliləyir. Əgər yadımıza salsaq ki, bu ilin əvvəlində, yanvar ayında, səhv eləmirəmsə 16-sı, Cənab Prezident İlham Əliyev strategiya konsepsiyasını imzalamışdı. Həmin o konsepsiya onu göstərdi ki, biz hansı istiqamətdə getməliyik. Və son bir həftə ərzində mən əgər səhv eləmirəmsə, Rəşad Nəbiyev, Nazir Rəşad Nəbiyev Amerikada oldu və onun keçirtdiyi görüşləri nəzərə alsaq ki, orada OpenAI, Intel, yəni dövlət adamlarından fərqli olaraq da başqa, yəni görüşdə Amazon və bütün bu görüş, Nvidia ilə görüş keçirtdi. Bunlar hamısı onu deyir ki, Azərbaycan AI üzrə infrastruktur qurmağa yaxınlaşır. Süni intellekt. Süni intellektin iki hissədən ibarətdir süni intellekt. Biri infrastruktur, biri də ki, algoritmlər. Yəni bizim əlimizdə ən rahat gördüyümüz, məsəl üçün ChatGPT, Gemini, məsəl üçün DeepSeek, bunlar algoritmlərdir. Amma bunları idarə eləmək üçün, bunun datası olmaq üçün GPU serverlər lazımdır və bunun 95%-in Nvidia şirkəti istehsal edir. Azərbaycanda müqavilə yox idi və birbaşa Azərbaycana satış yox idi və mən belə başa düşürəm ki, bu yaxın zamanda bu baş verəcək. Amma tutaq ki, bunu yaradıldı. Əgər bundan düzgün istifadə olunmasa, bunun içinə yerli süni intellekt konseptləri yaradılmasa və bunu sistemin içində treyning olunmasa, bunu heç bir xeyir verməyəcək. Ekspertlərə ehtiyac var. Mən belə başa düşdüm. İnsanlara ehtiyac var. Bəli, mən hesab edirəm ki, mən çox sevinirəm, bax, son zaman nəyə? Süni intellekt bizim güzgümüzdür və hansı sualı verirsən, o süni intellekt sənə o cür cavab verir. İkinci məsələ, promptlar var orada. Sən baxır süni intellektin nə cür istifadə. Süni intellekt əgər sənə öyrəşibsə və verilən bəsit sualları öyrəşibsə, o bütün çətin sualları bəsitə göndərəcək. Və müəyyən hallarda insanı səhv istiqamətdə aparır. Hər insanın öz xarakterinə, dünya görüşünə uyğun şəkildə. Biz sizlə bundan qabaq hazırlaşanda bir dəfə danışmışdıq tokenlər məsələsi də. Məsəl üçün, ChatGPT-nin məsəl üçün plus variantında müəyyən miqdar pul ödənilir. O tokenlər bəs eləmir o suallara cavab. Ona görə də ChatGPT-yə elə bir algoritm qoyulub ki, o səni allatsın, fırlatsın və axıra gəlib çıxmasın. Və mən sizə deyim ki, OpenAI şirkəti bu gün ciddi zərərlə işləyir. Halbuki, yəni, investisiyalar ciddi qoyulur ora, amma zərərlə işləyir. Və bugün Nasdaq, baxsaq ki, bu Stock Exchange, yəni birjası, texnologiya birjası, özü də bugün qəbul edir ki, süni intellektlə bağlı olan aksiyalar sabun köpüyünə oxşuyur və faktiki olaraq indi hal-hazırda investorlar dayan mövqeyinə keçiblər. Dayan mövqeyi, yəni qabaq süni intellektlə olan istənilən məhsula pul qoyurdularsa, indi bunu dayandırırlar. Və mən hesab edirəm ki, gələn il bir çox süni intellektlə bağlı olan firmalar bağlanılacaq.
Onlar yəni bu rəqabətə dözməyəcəklər. Çünki nə qədər şəkil, video və düzəldən bir applicationlar lazımdır bu bazara. Faktiki olaraq indi artıq real şəkillər daha qiymətli olacaq, nəinki həmin o AI ilə düzəldilən şəkillər və yaxud da videolar. Yəni gələn il mən hesab eləyirəm ki, ciddi transformasiya baş verəcək bu bazarda və o transformasiya bir çox şirkətlərin bankrot olmağı ilə nəticələnəcək. OpenAI, sonra götürək, yəni burada Nvidia, Amazon, bunlar baxırsan ki, müqavilələr imzalayırlar. Məsəl üçün, OpenAI Amazondan bir neçə ay bundan qabaq 38 milyardlıq müqavilə imzaladı onun resursları üçün də, serverlər üçün. Və bu yaxında indi Amazon 10 milyard pul qoyur müəyyən investisiya OpenAI-in içinə. İndi gəlin içəri baxaq bu nəyə oxşuyur. Onlar hamısı bir-birinin aksiyasına malikdirlər. Bunlar bazarda qiymətlərin ölməməsi üçün bunlar yalandan bu müqavilələri düzəldirlər. Bu yalan ümumiyyətlə müəyyən zaman dayanacaq. Yəni onlar olan gücündən daha çox göstərilir süni intellekt bugünkü gün. Bizim o AI Hub Azərbaycanlı talantlı gənclərə, startaplara Avropa bazarına çıxmaq üçün dəstək göstərməyə hazırdır və həmin o strategiyada qeyd olunan unicorn startapa yaxınlaşmaq üçün ciddi dəstək göstərə bilərik. Həm mənim olan təcrübəm, həm bugün bizdə olan partnyorlar, həm də ki bazarlara giriş. Yəni Avropa bazarına girişi mən çox rahat şəkildə təşkil eləyə bilərəm və bugün mən bir dənə demək istədiyim əsas mövzulardan da biri odur ki, bayaq dedim, ağıllı insanlara ehtiyac var və artıq zaman gəldi ki, insan qiymətə mindi. Müəyyən zaman var idi ki, insanlara ümumiyyətlə dəyər verilmirdi. İndi artıq yəni qohum, nə bilim, nə işləməyəcək. Müəyyən suallar var ki, onlar üçün doğrudan da ağıllı adamlara ehtiyac olacaq. Qohumun da ağıllısına ehtiyac var. Mən hesab edirəm ki, ağıllı qohumun o birisi qohuma ehtiyacı olmamalıdır. O nətər bizim atalar misalı var. Nə yaxşı oğula, nə pis oğula atamalı lazım deyil. Yaxşı özü qazanacaq, pis olanı da dağıdacaq. Ona görə də ondansa insanlara potensial şərait yaratsın ki, hər kəs özü inkişaf eləsin. Və bir də ki, bəlkə də siz nəzərə almışsınız ki, bugün bizim Azərbaycanda da banklar krediti çox çətin verirlər. Nəinki 2 il bundan qabaq. Bu nə deməkdir? Pulun dəyəri artıb. Faktiki olaraq bugünkü gün pulun dəyəri artıb və ona görə də heç kim sənin 5 il bundan sonra qazanacağın pula görə mal almağa bu gün sənə pul vermir. Və bu artıq bazarın tələbidir. Və mən bu yaxında bugün hətta bir informasiya gördüm. Milli Bankın rəhbəri dedi ki, Azərbaycanda 10 milyard manat döşəklərin altındadır və bu ölü kapitaldır. Faktiki olaraq onlar hesablayıblar ki, hansı məbləğdə pul çap olunub və bugün o dövriyyədə deyil. Və bu risklər yaradır. Və mən sizə bir dənə də informasiya verim, belə gülməli informasiyadır. Bu bəlkə də ola bildi. Mən bilən bir ölkə var idi, adı yadımda deyil, onlar qərar qəbul eləməyə hazırlaşırlar ki, sən əgər pulunu banka qoymasan, sonra onu istifadə eləyəməyəsən. Yəni, bu o dərəcədə insanları bağlamaq deməkdir. Yəni, sistemi banklara bağlamaq, sistemə bağlamaq. Banklara yox, yəni insanları idarə olunan formaya keçirmək. Yəni, sənin nə qədər resursun var, onu da bilmək cibində. Bilirəm ki, psixologiya ilə də əlaqəniz var, yəni bu elmə yaxşı hakimsiniz. Soruşmaq istəyirdim ki, rəqəmsal strategiya qurarkən insan psixologiyasını nə dərəcədə nəzərə alırlar? Və yaxud siz özünüz quranda nə dərəcədə nəzərə alırsınız bunu? Super sualdır, təşəkkür edirəm. Psixologiya nöqteyi nəzərindən ümumiyyətlə bütün dünya satışı psixologiya üzərindən qurub. Məsəl üçün, siz özünüz də yəqin baxırsınız ki, girirsiniz, indi Amazona girirsiniz, ya hansısa bir sayta girirsiniz, nəyəsə baxırsınız və yaxud da düşüncə ilə fikirləşirsiniz ki, mən falan şeyi almaq istəyirəm, dillə danışanda baxırsınız ki, sizə e-mail gəldi və ya informasiya gəldi. Bu artıq yəni yenilik deyil ki, bizim o əlimizdə olan bütün oyuncaqlar, telefon, kompüter, planşet, hamısının içində səs qurğusu və müəyyən proqramlar var ki, bunlar informasiyanı ötürürlər. Və faktiki hətta olaraq hər application'ı yükləyəndə icazəsini alırlar ki, olarmı sizin səs dinləməniz və yaxud qalereyaya girək, baxaq şəkillərə. Mən əvvəl onu başa düşdüm, indi anlayıram. Yəni fərq eləmir. Siz yox desəz də onlar yəni istifadə eləyəcəklər ümumiyyətcən. Yəni bu artıq bizim zamanın, biz artıq telefonla özümüzü tam idarəçiliyə vermişik. Bizi tam idarə eləmək mümkündür. Ona görə də satış ümumiyyətlə psixologiya ilə bağlı olan məsələdir.
İndi gəlin götürək ki, bu yeni zamanla bağlı, yeni strategiya ilə və psixologiya məsələsi. Əgər sən ciddi komanda qurursansa və sənin komandanın içində əsas oyunçulardan birinin ailəsində ciddi problem varsa, bunu həll eləmədən o insanı cəlb eləmək çox böyük ağılsızdır. Bu gün hamımız başa düşməliyik ki, biz işdə başqa, evdə başqa adam ola bilmirik. Deyirlər, işi işdə qoy, evi evdə, yəni bu alınmır ümumiyyətcən. Və bir çox şirkətlər nəyə görə dağılır? Orada yaradıcılar qaçırlar, gedirlər. Bugün investorların ən böyük problemi, böyük investorlardan danışamayız ki, milyonlar qoyurlar Amerikada. Onlar diqqətdə saxlayırlar startupın yaradıcıları ki, bir-birinə dalaşmasınlar. Əgər onlardan kimsə gedirsə, çox ciddi, onun inkişafı dayanır həmin o startupın. Və startuplarda... Yəni komandada intriqa işə mane olur, hə? Amma bəziləri düşünür ki, intriqa rəqabət yaradır və daha məhsuldar iş görürlər. Bu Azərbaycanlılar düşünə bilər onu. Bəli. Yəni nəyə görə deyirəm? Çünki əgər sən düzgün startup yaradırsansa, hərənin öz işi var və heç kim digərinin ərazisinə girmir, amma lazım olanda bir yerdə brainstorming, yəni eləmək mümkündür də. Yəni bir dənə də orada sual çıxır ki, bəs psixoloji manipulyasiya ilə etik marketinq arasında sərhəd hardan keçir? Çox maraqlı sualdır. Heç bunu gözləmirdim mən. Baxın, yəni bugün dünyada və Avropa hal-hazırda bu dəqiqə hazırlaşır süni intellektlə bağlı etik qaydaların tətbiq olunmasına, çünki insanlara ciddi problem yaradacaq. Yəni o da manipulyasiya edir də, süni intellekt də manipulyasiya edir. Bəli. Burada hətta yəni... insanlardan daha çox eləyir. Onu tutmuşam, kəşf etmişəm. Süni intellekt insanlardan daha çox manipulyasiya eləyir insanları. İndi baxın, o sərhəd heç kim təyin eləməyib o sərhədi. İnsanlar, siz baxırsınız da, yəni ki, daha bir ailədən insanlar var ki, çox fərqli düşüncələrdəndirlər və birinə deyirlər ki, meyitlərin üstündən keçib məqsədinə çatır, o birisi var ki, yaxınlaşmağa qorxur da, eyni ailədən olmağına baxmayaraq. Ona görə də hər insanın özünün daxili qiymətləndirmə bir meyarları var. Və ona görə də burada mən hesab edirəm ki, bunu təyin eləmək çox çətindir. Mənə ancaq həmişə qorxudan insanlar sakit insanlar olub. Mən həmişə qıraqdan sakit görünən və ideal görünən insanlardan qorxuram. Mən hesab edirəm ki, onların içində bir ciddi şəkildə böyük problemli olan nələrsə var və bunlar özlərini gizlədirlər. Və hətta o dijurnu ulubka deyirlər, yəni ki, bu növbətçi gülüş məsələsi də insanlarda. Bu insanlar ciddi problemləri olan insanlardır. Mən fizionomika ilə məşğulam, son 5 ildən çoxdur və bu mənə nəyə lazımdır? Mən Azərbaycana gələndə başa düşməliyəm ki, kim məni sadəcə istifadə eləmək istəyir, kimlə ki, normal əməkdaşlıq mümkündür də və Azərbaycanda bu çətindir. Mən hətta xarici partnyorlara deyirəm ki, onlar həmişə mənə deyirlər ki, Elşən, Azərbaycan necə gözəldir, hər şey əladır. Deyirəm, mən sizlə tam razıyam. Sən Azərbaycanlıya qonaq gəlsən, axırıncı çörəyini sənə verəcək yeməyə. Amma əgər o bilsə ki, səndən bir qəpik qazana bilər, sənin şalvarımı çıxardacaq. Yəni, çox böyük bir kontrast var da, yəni bizdə, biz niyəsə, yəni doğrudan belə bir qəribə bir formalı olan insanlarıq və ona görə də... Qarşılıqsız sevmirik demək istəyirsiniz. Yox, yəni biz fırlar... Gəlin, mən sizə başqa bir şey deyim də. Çoxdan söhbətidir, bir 20 ilin söhbətidir. Mənim bir əskər yoldaşım var idi, bu maşın satır. Maşın alveri ilə məşğuldur və bunun yekə S-klası var idi. Buna dedim ki, gedək Şamaxıya çörək yeməyə. Getdik oraya yeməyə, bütün yolu bu maşını söyür. Ki, çoxlu benzin yeyir, nə bilim, nə. Şimdi biz söhbət edirik. Mən demişdim ki, benzinlə pulum verəcəm, qəqras çörək yeyə qaydaq da oradan. Qaydana yaxın mənim nastroyeniam, kefim yaxşıdır və maşında oturanda dedim, bəlkə mən bu maşını alım. O düz Bakıya qədər maşını təriflədi. Bakıya çatmışıq, deyirəm ki, sən bəs bunu biz gedəndə çox pis şəkildə tənqid edirdin. İndi təriflirsən, deyir, biz gedəndə sən dost idin. Biz abratdıq, geri dönəndə sən artıq müştəri idin. Sən bunu almaq istəyirdin. İndi yəni siz fikir verin ki, alver məsələsində doğrudan da dost, tanış, ya nəsə yoxdur. Və biz orada bu bir sərhədi qoymağı bacarmalıyıq da. Kimlə alver eləmək olar, kimlə alver... Və alverin də qaydaları var. Azərbaycanda alver qaydasız döyüşə oxşuyur. Bildiyimə görə həm də konsaltinq şirkəti kimi fəaliyyət göstərirsiniz. Bəli, məsləhət şirkəti. Hansı şirkətlərə məsləhət verirsiniz? Kimlərə məsləhət verirsiniz? Bizim ən böyük müştərilərimizdən biri son illərdə Azərişıq olub, sonra ümumiyyətlə mən xarici Slovak şirkətinin
tərkibində müxtəlif qurumlara adlar çəkmək istəmirəm. Azərbaycan haqqında çox informasiya yazdım, ona görə onu rahat deyirəm. O birisi şirkətlərin adını çəkmək istəməzdim. Yəni orada məsləhət xidmətləri var ümumiyyətcə. Amma ən böyük sual bugünkü gün oradadır ki, məsəl üçün biz görüşürük şirkətlərlə, bir dəfə öz eşitdiyim cümlə idi ki, Elşən müəllim bizə bu işi təhvil verəcək və biz bunun nə cür təhvil alacağıq? Biz bundan başımız çıxmır. Yəni Təhvil götürəcək ekspertlər yoxdur, hə? Sizdən təhvil götürəcək. Təhvil ekspertdən söhbət getmir. Baxın, texniki şərt yazılması məsələsi Azərbaycanda nonsensdir. Məsəl üçün mən soruşuram ki, siz IT strukturu üçün nəsə alırsınız. Buna texniki şərt yazılmalıdır da, başa düşmürlər. Texniki şərt göydən götürülür ümumiyyətcə. Və ondan sonra əldə olunan məhsul və bəzi hallarda texniki şərti işi görən adama verirlər. Olmaz, yəni bu birbaşa, yəni maraqları bir-birinə konflikt yaradan bir məsələlərdir. Ona görə də bizim bugünkü gün rəqəmsallaşma üzrə ciddi problemlərimiz var. Həm infrastrukturla bağlı, həm orada olan məlumatlarla bağlı, həm insan potensialı ilə bağlı. Mən keçən dəfə öz videolarımın birində demişdim ki, mən görmüşəm IT işçisi çağırırlar. Əgər saqqalı varsa, deyir, saqqalını qırx, sabahdan saat 9-da gələrsən, kostyum, qalstuk, heç o axıra qədər qulaq asmır, qaçır. Özünə hörmət edən IT mütəxəssisi gəlib səhərdən axşama kimi haradasa oturar. Yaxşı ki, şükür Allaha, indi hal-hazır yeni qanun qəbul olundu, distant işlə bağlı. Mən hesab edirəm ki, bu IT işçilər üçün ideal məsələdir. Mən tanıyıram IT işçiləri ki, gecə işləyirlər və bir gecəyə o götürüb 10 günün işini görə bilər. Bəli, eləcə də yaradıcı şəxslər, yəni onlar ofisdə məhsuldar ola bilməzlər. Çünki yaradıcılığın konkret saatları olmur da, bu İlham Pərisi ilə əlaqədar bir şeydir. İnsan instinkti yoxsa AI analitikası gələcəkdə hansına üstünlük veriləcək sizcə? Çünki AI mən baxıram, analitikada mükəmməldir, bəzən səhv yönləndirsə də, amma ən azından sürətlidir və daha çox informasiya verir. Sadəcə düzəlişlər və o məlumatları, mənbələrini təsdiqləməyə düşür də insana o işi. Mən bəzən mənə analitika lazım olanda mən 3 dəfə yenidən təklif edirəm ki, dəyiş bunu. Nəyə görə? Yəni ən vacib olan promptu düzgün qoymaqdır. Müəyyən hallarda mən əvvəlcədən prompt qoyuram ki, mənə lazım olan budur. Bəli. Məsəl üçün də götürək biz açırıq, yəni ChatGPT-ni təkcə açacaq içində, o plus rəqəmin basanda burada nə var? Create image. Siz şəkil düzəltmək istəyirsinizsə, bunu mütləq basmaq lazımdır ki, o şəkili hazırlasın. Deep research. Deep research bu yəni dərindən analitikanın aparılması üçündür. Amma bunu qoyandan sonra siz ona düzgün istiqamət verməlisiniz, nə istəyirsiniz. Web search. Artıq əlavə ediblər, addelni. Yəni əlavə bir web search deyilən bir funksiya var. Faktiki olaraq bu web səhifələrdən axtarıb informasiya. Find real time news and info. Yəni real zamanda axtarıb tapır. Yeni çıxıb study and learn. Learn a new concept. Yəni bu öyrənmək üçün xüsusi konseptlər var, onu tələb eləmək. Agent mod. Bax, ən vacib olanı budur. Agent modu adi formada istifadə eləmək olmaz, çünki onun limitləşdirilmiş forması var. Çox istifadə eləməyə qoymayacaq. Sizə o istənilən layihəni sıfırdan axıra kimi təşkil edə bilər. Mənə məsəl üçün öyrən ki, mənim bütün dünya üzrə partnyorlarım kim ola bilər, mənim yəni xidmətlərimi kim istəyə bilər istifadə eləməyə, kim var bugünkü gün falan ölkələrdə, onların qiymətləri və onlar hansı texnologiyanı istifadə edir və mənim üçün bir plan düzəlt və yol xəritəsi və qiymət. O onu götürəcək, analiz eləməyə vaxt götürür və sizə tam şəkildə informasiya verir. Bu elə bilin ki, bir 10 nəfərin eyni zamanda işləməyi deməkdir. Ciddi vaxt qənaətidir, bəli. Yox, baxın. Mən 10 nəfər deyəndə siz 10 nəfərə pul verməlisiniz. Siz pul vermirsiniz. Bu maliyyə yox. Amma həmin o sualı düz qoymasaz, o sizə yığacaq lazımsız bir informasiya. Elə bilin ki, siz mağazaya getmişsiniz və lazım olmayan malların hamısını alıb gəlmişsiniz. Mən məsəl üçün ChatGPT məndə faktiki olaraq tamam fərqli formada işləyir. Məndə orada 10 dənədən artıq prompt var və mən nəyi eləmək istəməyimdən asılı olaraq onları artıq qoşuram, onun əsasında gedir. Bir dəfə mən onun özünə də sual verdim ki, mən məsəl üçün proyektlər hazırlayıram, layihələr var, onun içində süni intellektə qoşulmuş, inteqrasiya olunmuş var. Niyə insanlar
ChatGPT-yə, Gemini-dən istifadə edə bilməzlər, gərək mənim texnologiyamdan istifadə. Özünə sual verirəm. Deyir, bax, mən özümü deyir, tənqid eləmək istəmirəm, amma deyim ki, hər dəfə mənimlə danışmağa başlayanda mən yenidən başlayıram. Yəni, mən davam eləmirəm söhbəti. İkinci məsələ, mən faktiki olaraq müəyyən hallarda söhbəti digər istiqamətdə yönəldirəm. Və mən yoxlamaq istəyirəm ki, bu insan doğrudan istədiyim başa düşür ya yox. Və mənim algoritmlərimin içində elə algoritmlər var ki, bizim işimiz sona çatdırmaq deyil. Nəyə görə bugün OpenAI, hansı ki ChatGPT-nin yiyəsidir də o şirkətidir, onlar minusla işləyirlər. Orada təxminən 30-40 milyarda yaxın, bu ilin minimum 30-40 milyard minus olacaq o şirkət. Faktiki olaraq söhbət ondan gedir ki, onlar hətta o buraxdıqları ChatGPT hansı ki bu gün istifadə olunur, onlar o pulu ala bilmirlər insanlardan. Çünki heç kim verməyəcək o pulu. Onlar bugün insanları yığmalıdırlar ətrafına. Amma belə bir problem ortaya çıxdı. Tibb sahəsində ciddi işləyirdilər. Həkimlər bir böyük səs-küy qaldırdılar Amerikada, dayandırdılar onu. Yəni faktiki olaraq bir çox insanlar həkimə getməyi dayandırmışlar. Çünki analiz şeyi oxumaq, o MRT və yaxud da rentgeni oxumaq həkimdən daha rahat idi. Orada gedib növbəyə dayanmaq lazımdır. Pul vermək, burada yəni o yoxdur da, onu eləməyə. Bunların bir çoxunu dayandırdılar. İcazə vermirlər. Süni intellekt və siz dediyiniz məsələ insanın intuisiyası. Mən bunların ikisini birləşdirərdim. İnsanın intuisiyası və süni intellekt. Və o halda uğurlu bir model yarana bilər. Ümumiyyətlə təhsil sisteminə biz götürsək, mənim təhsil üzrə təcrübəm var. 6 nömrəli məktəb liseydə Azərbaycanda beynəlxalq bakalavriat sistemin sıfırdan mən implementasiya eləmişəm 2011-2016-cı illərdə və təhsil sistemi ilə yaxından tanışam və hətta mənə zamanında dedilər ki, sən bizə ekspert tapa bilərsən ki, biz standartları dəyişək Nazirlik tərəfindən və mən eksperti dəvət edəndə Bakıda idi o adam. Soruşdular, nə qədər vaxtda biz standartı dəyişə bilər? Dedi 10 il. Bizdəkilər də dedi ki, 3 ay bizə vaxtımız var standartı dəyişmək üçün. Nəyə gətirirəm bunu? Standartların dəyişilməyi doğrudan ciddi zaman tələb edir. Və ona görə də artıq dünyada istifadə olunan təhsil standartları köhnəlib və zaman dəyişib. Bugün bir çox insanlar deyirlər ki, təhsil sistemi yeni zaman üçün uyğun deyil, ümumiyyətcə. Məsəl üçün götürək ki, həkim, hüquqşünas, ola bilsin ki, bunlar bir təhsil forması kimi qalmağı lazımdır. Amma digər peşələrə ehtiyac yoxdur. Elon Musk'dan intervyu götürən bir jurnalist ondan soruşdu ki, uşaqlar nəyi öyrənməlidirlər? Dedi, riyaziyyatla fizika. Yəni, faktiki olaraq bugünkü gün biz əgər başa düşsək ki, standart təhsil forması ancaq qulları yaradır və işçilər yaradır. Yeni düşüncəli insanlar deyil. Burada artıq bizim düşünməyə ehtiyacımız var. Gəlin biz o süni intellekti inteqrasiya edən insanlara baxaq ki, onu kim eləyəcək? Və bir də ki, ən vacib olan məsələ, bugün Azərbaycanda təhsili dəyişmək üçün ciddi pul vəsaiti və ağıllı konseptlər lazımdır. Bunu eləmək çox çətindir. Çünki olan müəllimlər kapasitesi götürsək, sistem, bizim kurikulum, ümumiyyətlə təhsil sistemi o ciddi sual altındadır. Ona görə də mən bugün təkcə Azərbaycanı demirəm, mən təhsilin ümumiyyətlə bazasından sonra götürək ki, 6 sinif, 8 sinif, onu götürək 10 sinifdə, yəni oxumağa vəbşə ehtiyac görmür. Süni intellekt robotlaşmasa təhlükəli deyil, amma robotlaşsa təhlükəlidir. Əgər rəqəmsal əkiz yaradılmayıbsa, yəni bu robot formasına keçməyibsə, yəni axı biz bunun gələcəyin görmürük, bu nəyə gedir çıxır. Bunlar hamısı robotlaşmaya doğru gedir. 10 il bundan qabaq robotlaşma məsələsi çox ciddi sual idi və planlaşdırırlar eləməyə. Mən o proseslərin içindəydim. Məsəl üçün, Avropada robot əllər var maşın istehsalında, əllə yəni götürürlər, qoyurlar və dedilər ki, hər şey robotlar əvəz eləyəcək. Softbank Robotics deyilən şirkət var. Bu, robotlarla bağlı Yapon şirkəti. Bunları Amerikanlar aldılar. Humanoid robotlar düzəldirdilər bunlar. Bunların hamısını yığışdırdılar bazardan və ora milyonlar, 10 milyon, 100 milyonlar pul qoyurlar və bugün biz onları görmürük. Mən o şirkətləri bilirdim ki, var və heç biri bağlanmadı. Və orada söhbət gedirdi hətta gələcəyin müharibələrindən ki, robot əlində bomba ilə qabağa gedə bilər. Hətta əlin içində aparıb harasa tullamaq məsələsi.
Deməli, yəni bu robotlarla bağlı nəsə ciddi hazırlamalar var və robotun içinə beynin yerləşdirilməsi və ən ciddi sual odur ki, distans idarə olunmaq yox, robotun özü-özünün qərar verməsi hardakı internet olmaya bilər. Ən böyük suallardan biri budur. Və gələcəkdə insanın sayının azalması və robotların çoxalması, mən hesab edirəm ki, artıq dünya bu istiqamətdə gedir. Larry Fink, o BlackRock'un prezidenti bir neçə il qabaq Davos'ta dediyi kimi ki, dünyada resurs azdır, amma insanlar çoxdur. Yəni, bu artıq özü problemdir. Ümumiyyətlə, əgər biz beynimizi istifadə eləməsək və keçsək süni intellektə tam şəkildə, bu çox təhlükəlidir. Baxın, yəni ki, mən insanlarla da işləyirəm də, məsləhət verirəm insanlara. Müəyyən etaplar olub ki, bu insanlar səhər durandan axşama qədər mənə bir 20 dəfə zəng gelirdilər. Hətta ən adi suallar. Mən bunu belə eləyim. Faktiki olaraq insan artıq öz beynini istifadə eləməyə qorxur və başlayır digər insanın beynindən istifadə eləməyə məsləhətdən. Bu artıq özünü manipulyasiya eləmək üçün şərait yaratmaqdır. Süni intellekt müəyyən insanları elə formaya sala bilər. Onlar artıq süni intellektdən asıllıq vəziyyətinə gələcəklərsə və bu halda bu çox təhlükəli bir şeydir. Heç robotlaşmadan da. Keçən dəfə söhbətimizdə demişdiniz ki, birazdan heç kimin maşını olmayacaq. Belə bir fikir səsləndirdiniz. Bəli, bəli. Söhbət nədən gedir? Yəni, sürücüsüz maşınların olması. Sürücüsüz maşınların olması artıq orada həmin o maşın hansısa sistemə qoşulmalıdır. Və bu sistem High Definition Mobile Mapping deyilən bir sistem var ki, tam dəqiq koordinat sistemi ilə maşın özün görsün ki, o hardadır, heç kimə toxunmamaq üçün və düzgün istiqamətdə getmək üçün. Və bütün bunlar hamısı gətirib ona çıxardacaq ki, həmin o sistemi idarə edənlər artıq insanların bütün pulların özləri idarə edəcəklər. Onlar başa düşəcəklər ki, bu nə qədər pul verməlidir, qiymət təyin olunacaq. Bunlar hamısı bugünkü gün qoyulan investisiyalar bunu göstərir. Məsəl üçün, Starlink peyklər buraxır, oradan internet məsələsi istifadə olunur. Yəni, faktiki olaraq lokallaşma məsələsi artıq sıradan çıxır. Mən sizə bir məsələni deyim, niyə bu mümkündür? Məsəl üçün, Azərbaycanda işləyən bəzi zavodlar var, bunlar dövlət tərəfindən dəstəklənirlər və mənim bildiyimə görə onlar hesablayıblar ki, bu zavodlardan istifadə eləməyib Çindən həmin məhsulu gəlsə 30% ucuz olacaq. Və bunu niyə saxlayırlar ki, bu işçilər işləsin və bu işlər işləməyi üçün digər dövlət şirkəti onlara sifariş verir. Faktiki olaraq öz-özünü anlatmaq deməkdir də bu, yəni. Bugünkü gün dünya bazarlarında ciddi suallar var. Məsəl üçün, neftin qiymətinin aşağı düşməyi. Son neçə gündə neftin qiyməti $60 da aşağı düşmüşdü. Brent markalı bizim satdığımız neftin biraz qalxıb yuxarı. Nəyə görə? Çin bazarı bugünkü gün inkişaf göstərmir. Nə qədər inkişaf edə bilər ölkə? Və buna görə də həmin o neftə, qaza və digər, yəni ki, bu resurslara ehtiyaclar azalacaq. Faktiki olaraq dünya şişirdilmiş şəkildə yaşayır. Keçən dəfə demişdi ki, pul rəqəm formasında göstərilir, yoxdur o pullar. O fikrə də biraz izləyicilərimiz üçün aydınlıq gətirərdiniz. Dünyadan söhbət gedir. Bugün danışılır ki, dünyada 340 trilyon, bəlkə də artıq borc yaranır. Bu borcu kim alıb? Sual verilmir. Amma bu borc hamının, bütün dövlətlərin üzərindədir. İkinci Dünya müharibəsi bitənə qədər dünyada ən birinci valyuta funt sterlingi idi. İkinci Dünya müharibəsi zamanı Amerika ən təhlükəsiz ölkə olduğuna görə bütün qızıl ehtiyatlarını hamı ora göndərdi. Ora göndərəndən sonra onlar dedilər ki, müharibə bitəndən sonra gəlin biz saxlayaq, bunun əvəzinə sizə dollar verək. İstəməsəz dolları verərsiniz, biz qızılı qaytararıq sizə. Və onlar qızılı bağladılar dollara. Yəni, $1, 1 qram qızıl, yəni bunun əsasında işləyirdi. 70 neçənci ildə Nixon idi, deyəsən yadımdan. Səhv eləmirəmsə, baxmaq lazım. Buna biz səhv eləyirəm. Bir prezident var idi, qərar bağladı ki, mən dolları qızıldan ayırıram. Və ondan sonra bunlar başladılar pulu çap eləməyə. Əgər ölkə özü üçün, məsəl üçün, biz ancaq manat bizdə istifadə olunur, pul çapı olunursa, bu inflyasiya olunur, pulun dəyəri azalır. Ümumdaxili məhsul həmin o pul kütləsi ilə eyni deyilsə, burada inflyasiya baş verir. Amma dollar bütün dünya istifadə edir. Və bu halda başlayır müəyyən resurslar qalxmağa. Məsəl üçün, Bitcoin'in qiyməti $126.000 $126.000
düşdü 1-2 həftə bundan qabaq 90 minə. İndi 85 ilə 90 arası. Yaxşı, o pul hara getdi? Əgər bu 126 idisə, indi 90'dır. Orada milyardlar getdi də, yəni üçündən şeylə. Bu hanı? Bu pulu kim qazandı? Görsənmir. Və deməli, faktiki olaraq bugünkü gün suallar var ki, dünya özündə olan pulun əsasında yaşamır. Mən başa düşdüyümə görə 10-20% real pul var, qalanları hamısı şişirdilmiş pullardır. 2008-ci ildə Lehman Brothers'ın bankrot olmağından sonra evlərin qiymətləri düşdü aşağı, gənə bütün dünya Amerikaya pul qoymağa başladı. Yəni, baxın da, yəni ki, evin qiyməti 1 milyonu düşdü, oldu 100 min. Bu 900 min hara getdi? Yəni, ümumi götürəndə bu pullar yoxdur, doğrudan da yoxdur. Amma bu Azərbaycana aidiyyəti yoxdur, yəni Azərbaycan balaca ölkədir. Mən bunu dünya maştabında danışıram. Və faktiki olaraq dünyada problem baş verəndə bu hamıya təsir edir. Dünyanın bir çox ölkələri Amerikanın qiymətli kağızlarını alıblar. Deməli, sabah o qiymətli kağızlar aşağı düşsə, itirənlər digər dövlətlər olacaq. Siz bəlkə də eşitmişsiniz daxili borclanma, eşitmişsiniz o cümləni. Bəli. Daxili borclanma nə deməkdir? Biri var, xaricdən kredit almaq. Məsəl üçün, Azərbaycan müraciət banklara, Asiya bankına və yaxud da ki, YBRC pul alır. İkinci məsələ, dövlət qurumları başlayırlar istiqraz buraxmağa. Bu, Sovet vaxtında da var idi həmin şeylər, indi də var. Voucherlər deyirlər, yadımdadır. Yox, voucher o sonra paylanmışdı. Voucherdən qabaq sertifikatlar var idi, yekə, şapalaq kimi belə yekə 50 manat, 100 manat, yəni onların üstə faiz gəlirdi. Bütün bunların hamısı daxildən başlanır borclanma. Məsələn, Sokar istiqraz başlayır buraxmağa, digər qurumlar 3 illik, yəni bilinə filan vaxtı garantir bunu. Bu daxili borclanmadır. Və bunu yoxlayanda ki, bu şirkət nə qədər pul qazanır ki, bunu qaytara biləcək. Və bəzi hallarda onu qaytarmaq mümkün olmur. Amerikanın özünün daxili borcu lazım olduğuna, onun bacardığından qat-qat çoxdur. Nəyə görə deyirlər ki, ölkənin büdcəsi Avropa Birliyində var, 3%-dən artıq olmamalıdır VVP-dən, ümumdaxili məhsuldan da. Fransada bu gün, mən bildiyimə görə 5-6%. Halbuki, yəni Avropanın böyük iqtisadiyyatlarından sayılır. Elon Musk Trump seçiləndən sonra gəldi hökumətə və sonra dalaşdılar, getdi. Yadınızdadır? Bəli, bəli. Amma Elon Musk onun hesabına ciddi xərclərin azaldılması baş verdi. Elon Musk başlamışdı dövlətə firma kimi baxmağa, amma dövlətin özünün qarşısında olan vəzifələr var. İnsanlar işlə təmin olunmalıdır. Müəyyən hallarda ki, insanlar lazım deyil, amma onlar olmalıdırlar. Telegram şirkətinin qiyməti 30 milyarddır. İşçilərinin sayı cəmi 30 nəfərdir. Maraqlıdır da. Amma götürsək Azərbaycanda ki, müəyyən qurumların içində nə qədər işçilər var və bütün bunlar dövlətin üzərində xərcdir ciddi şəkildə. Və onlar başa düşürlər ki, bunu eləməsələr problem, onsuz da hamı narazıdır ki, bəs iş yeri yoxdur. Və bütün bunların davamı kimi mən hesab edirəm ki... Yəni, dövlət humanist addım atır bu mövzuda, demək istəyir. Mən buna humanist deməzdim. Bu, yəni insanları razı salmaq üçün və cəmiyyəti sakitləşdirmək üçün olan addımlardır. Mən sizə bir şey deyim ki, ümumiyyətlə həyatda o emosional məsələləri qırağa qoysaq, humanizm deyilən anlayış yoxdur. Mentorluq elədiyiniz mövzular var. Düz ifadə edirəmsə fikrimi. Bəli, Sizin bəli. səhifənizdə gördüm mən. Mən diqqətimi çəkən bir neçə mövzu oldu. Onlardan biri növbəli şəkildə gedəcəyik. Daxili harmoniya haqqında istədim bilim. Nəyə öyrədirsiniz orada? Baxın, yəni insanlar bizim, yəni əgər baxsaq ki, problemlərimiz hardan başlayır, biz gəlib çıxacağıq gənə uşaqlığa və bizim valideynlərlə olan münasibətlərə. Bu yaxınlarda olub, yəni mən insanlarla söhbət eləyəndə, sual deyəndə ki, nə çatmır və bir çox insanların daxili qarmoniya, özünlə qarmoniyasına ehtiyac var. Nəyə görə? İnsan məqsədlər qoyur və məqsədlərə başlayır çatmaq üçün işləməyə. Hamı deyir ki, insanın çoxlu pulu olmalıdır, vəzifəsi olmalıdır, nə olmalıdır və bu istiqamətdə insan gedir, amma bu ürəyicə olan bir iş deyil. Bu ancaq qıraqdan verilən bir mesajdır və buna görə olunur bunlar hamısı. Biz əgər götürsək ki, bizim həyatımız nədir? Biz doğulandan sürətli şəkildə ölümə doğru gedirik. Amma bu ölümə doğru gedəndə o qədər əşyalar yığırıq ki, daşınar, daşınmaz əmlaklar və elə gəlir ki, biz onu aparacaq o qəbrə. Mənə danışılan bir məsələ var idi, görməmişəm özüm. Bakıda olan restoranların birində insan deyir, girirəm içəri, bir böyükdir, stol üzərində hər şey var yeməklərdən. Bir kişi oturub təkcə baxır.
Soruşdum ki, o kimdir? Deyir, bir neçə dəfə gedim. Dedilər ki, bu restoranın müdürüdür, yiyəsidir. Ona heç də yemək olmaz. O gözün doydurur. Yəni siz təsəvvür eləyin ki, biz bugünkü gün öz sağlamlığımızı ciddi qəbul eləmirik. Allahın bizə verdiyi və istifadə eləyə biləcəyimiz məsələləri qırağa qoyuruq və lazım olmayan məsələlər haqqında düşünürük. Və həyatımızı sərf eləyirik həmişə narazılıqla qarşılamağa bütün hər şey ki, məndə niyə bu yoxdur məsələsi. Və bütün bunların sonunda insanın daxili qarmoniyası da olmağı mümkün deyil. Mənim ən birinci sualım var, sən kimsən və nə istəyirsən bu həyatda da? Və ən sadə bir məsələni deyirəm ki, elə bil ki, Allah Taala'nın qarşısında dayanmısan, əgər dindar insandırsa və nə istəyərsənsə özün haqqında denən və istə. Təsəvvür edin ki, insanlar çoxu cavab verəmir. Bunlar öz adi danışıqlarında ki, pul çatmır, amma deyəndə ki, Allahdan nə istəyərsən? Qohumların üçün sağlamlıq. Yaxşı, mən başa düşmədim. Sənin yəni nə işin var Allahın işinə gedirsən ki, qohumlarına sağlam. Sən özündə olan problemləri niyə demirsən? Bir də O ki, səmimidir sizcə o istək başqasının qarşısında deyək. o səmimiyyətdən söhbət getmir. Bu qorxudan söhbət gedir. Uşaqlıqdan beyinə yürüdülüb ki, egoist olmaq olmaz. Ətrafdakıları düşünmək lazımdır. Bəli, Yəni bu artıq qoyulan tərbiyənin ciddi problemləridir. bəli. İnsanların ümumiyyətlə bugünkü gün daxili qarmoniyanı əldə eləməsi üçün özünün kim olmağı və həyata nəyə gəldiyini nə qədər tez başa düşsə, bir o qədər rahat olacaq. Bəli. Cəmaət üçün yaşamaq yox. Məsəl üçün, gəlin götürək ki, kimsə alır Ferrari, nə bilim, nə, maşın sürür. Bu adamın daxilinə baxsan sən ki, bu kiminsə oğludur və ona hər dəfə nə sözlər deyilir ümumiyyətlə onun elədiyi pis hərəkətlərlə bağlı, amma bu bunu eləyir. Mən o insanları görmüşəm və bəziləri ilə danışmışam. Çox ciddi pul vəsaitləri olan insanlar var burada, xaricdə. Siz təsəvvür eləməzsiniz ki, onlar nə dərəcədə zəifdirlər bu həyatda. Yaşamağa qorxurlar. Baxın, böyük brendlər var. Siz baxsaz ki, o brendlərə görə nə qədər adam türməyə salınır. Çox maraqlıdır və yaxud da onlardan vergilər alınıb çoxlu. Bunlar psixologiya, siz bayaq dediniz psixoloji mı? Onun əsasında yaradılır. Yəni baxın, yəni ki, siz Bakı küçəsində Ferrari ilə gəzdiniz, Lamborghini ilə, ya köhnə Kitay maşını ilə, ya hansısa Sovet maşını. Fərqi var? Mən hesab eləmirəm ki var. Çünki ümumiyyətlə götürəndə yəni, bu yolda hansı maşınla getsən eyni effektdir. Bütün günü tıxacdardır şəhərdə. Və sən o maşını o qiyməti 600 minə alıb sürəndə bu sənə nə verir? Ona görə də daxili qarmoniya məsələsi insanın özündən asılıdır. Mədə balacadır, bu boydadır, nə yeməyindən asılı olmayaraq. Paltar brend oldu, olmadı, heç bir fərq eləmir. Əsas insanın öz dəyəridir. İnsan özünü əgər dəyərsizləşdirirsə və qəbul eləmirsə özün, bu artıq problemdir. Və mənə müraciət edənlərin 90%-dən çoxunun özünün daxili aləmi ilə problemləri var.